Bakı şəhərinin bir sıra ərazilərində köçürülmə abadlıq işləri aparılacaq. Bu barədə Bakı şəhər İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, geniş miqyaslı quruculuq işləri çərçivəsində paytaxt Bakının şəhərsalma landşaftının mümkün səviyyədə qurulması, eyni zamanda şəhər sakinləri və qonaqlar üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən mobil, turizm mərkəzli bir şəhərə çevrilməsi daim diqqət mərkəzindədir və bu məsələ ön planda dayanır. Eyni zamanda o da qeyd olunur ki, ötən illər ərzində Sovet dövründən inşa edilmiş və istismar müddəti başa çatmış. Eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililər söküləcək. Onların yerində milli memarlığımızın zəngin ənənələrinə və müasir şəhərsalma üslubuna uyğun yeni binalar, xidmət və sosial obyektlər inşa ediləcək. Gözəl parklar və xiyabanlar salınır və salınacaq, istirahət mərkəzləri də həmçinin. Bu o deməkdir ki, artıq köhnə tikililər plana düşür. Təxminən 60-70-ci illərdən sonra inşa olunan tikililərdən gedir, hansı ki onlar artıq istismar müddətini başa vurub. Evlərinin plana düşməsini gözləyənlər üçün bu son dərəcə müjdəli bir xəbər sayıla bilər. Eyni zamanda qeyd olunur ki, hazırda beynəlxalq nəqliyyat logistika marşrutlarının mərkəzlərindən birinə çevrilən ölkəmizin dəniz limanı, avtomobil və hava və dəmir yolu şəbəkələrinin paytaxtla ayrılmaz vahid qovşaqda birləşməsi Bakının iqtisadi tranzit və geosiyasi əhəmiyyətini daha da artırır. Qeyd olunub ki, paytaxtda bir sıra köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, eyni zamanda qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri şəhər təsərrüfatında ciddi çətinliklər yaradır. Habelə vaxtilə dar, plansız şəkildə tikilmiş yollar və küçələr yanğın hadisəsi və digər fövqəladə hallar zamanı kritik hadisələrin qarşısını almağa mane olur. Stat: Bakı şəhərinin yeni baş planı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün dövlət proqramına uyğun olaraq 10 yeni metro stansiyasının tikintisi, şəhər ətrafı Bakı kənd qəsəbələrinə gedən dəmir yol şəbəkəsinin bərpası ilə əlaqədar olaraq paytaxtda mühəndis kommunikasiya qurğularının yenilənməsi, eyni zamanda nəqliyyat və sosial infrastrukturların kommunal sistemlərin əsaslı şəkildə bərpasını, yaşıl və təmiz şəhər prinsiplərindən irəli gələn ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirlərinin həyata keçirilməsini zəruri eləyir. Və qeyd olunur ki, Bakının baş planına uyğun olaraq köçürülmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq. Həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq. Müasir standartlara cavab verəcək abadlıq işləri həyata keçiriləcək. Bu işlərə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də cəlb olunacaq. Eyni zamanda o da vurğulanıb ki, aparılacaq söküntü işləri ilə əlaqədar olaraq Şəhərsalma və Arxitektura Komitəsi, Əmək Məsələləri Dövlət Xidməti və müvafiq rayon icra hakimiyyətləri ilə birlikdə əraziyə baxışlar keçirilir. Artıq proses başlayıb, ölçü işləri aparılır. Köçürmə işləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanuna Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirəcək. Müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcəkdir. Belə hörmətli tamaşaçılar, gözünüz aydın olsun. Əgər eviniz köhnədirsə, istismar müddətini başa vurubsa, eyni zamanda qəzalı vəziyyətdədirsə, deməli yaxın vaxtlarda aidiyyatı qurumlar sizin də qapınızı döyəcəklər və sizi razı salmağa çalışacaqlar. Belə, siz də bizi razı salmaq üçün kanalımıza abunə olun, videolarımızı bəyənin və şərh yazmağı da unutmayın. Hələlik.